Salam, axşamınız xeyir olsun. Bugün Codel Test Bankından modelləşdirmə, modelləşdirmə testlərinin izahını verəcəm. İlk olaraq başlayaq birinci sualdan. Birinci sualda deyir ki, model nədir? Biz burada variantlara baxanda görürük ki, model portativin müəyyən xüsusiyyətlərini özündə əks etdirən təqdim olunma forması. Portativ əslində orijinal deməkdir. Yəni orijinal obyektin müəyyən xüsusiyyətlərini özündə əks etdirən təqdim olunma forması. Burada B variantıdır. İkinci sualda deyir, yer kürəsinin günəş ətrafında fırlanması animasiyasını hansı model hesab etmək olar? Biz burada variantlara baxarkən bu dinamik model, yəni dəyişən, zamana görə dəyişən dinamik modeldir. Statik isə zamana görə dəyişməyəndir. Bizim buradakı variantımız B variantıdır. Cavabımız. Üçüncü sual. Hansı obyektlər cütü model portativ münasibətini əks etdirmir? Yəni, burada bizə demək istəyir ki, model orijinal tipi, yəni orijinalın modeli olsun. Biz burada variantlara baxanda yer kürəsi, yer xəritəsi, yer kürəsi, yəni model, portativ, yəni onun orijinalı, kompüterdə avtomobilin trenajoru, qarajda saxlanan avtomobil, cizgi filmdəki canavar, meşədə yaşayan canavar, sərnişin yol hərəkət qaydaları, heykəl insan. Biz burada baxırıq ki, sərnişin yol hərəkət qaydaları, yəni burada model portativdən söhbət gedə bilməz. Cavab D variantıdır. E-də də ki, heykəl, bəli, modeldir. İnsan son portativi, orijinaldır. Dördüncü sualda sferanın formal informasiya modeli nə ola bilər? Burada sferanın formal informasiya modeli D, yəni formal informasiya modelində riyazi düsturlardan istifadə olunur. Beşinci sual. Düstur, blok sxem vasitəsilə göstərilən model necə adlanır? Düsturdur, blok sxemdir, sonra vasitəsilə göstərilən model bu formal modeldir. Bu bizim cavabımız C variantıdır burada. Altıncı sualda deyir, hansı cavab variantı informasiya modelini əks etdirir? Biz burada informasiya modeli bilirik ki, model iki yerə bölünür. Maddi model, informasiya modeli. Maddi model obyektin fiziki bənzəridir. İnformasiya modeli isə onun təsviridir. Biz buna uyğun baxarıq ki, burada proqramlaşdırma dilində proqram. Bəli, cavabımızın biri budur. Biz belə qeyd edirik ki, maddi modelə biz toxuna bilərik. Maddi modelə biz əllə toxunub, biz onu əllə toxuna bilərik. Sonra kompüterin iş prinsipini əks etdirən sxem, bax biri budur, bəli. Şəhərlərin masaüstü maket, xeyr, maket dedik axı, maddi model obyektin fiziki oxşardır. Yəni, bu maddi modelə aiddir. Maddi model. Maniken, yenə insanın modelidir. Dərs cədvəli, bir də budur. 1, 2, 5, D variantı. 7. Hansı maddi modeldir? Diaqram informasiya modelidir, cədvəl informasiya modelidir, xəritə informasiya modelidir, qraf informasiya modelidir, amma qlobus, bəli, maddi modeldir. Yəni, yer kürəsinin müəyyən vacib xüsusiyyətlərini özündə əks etdirir. 8-ci sualda deyir, model nədir? Model nədir? Burada obyektin sadələşdirilmiş təsviri, bəli, model obyektin sadələşdirilmiş təsvirinə model deyilir. Yəni, orijinalın, portativin. 9-cu sualda, ixtiyari modelin hazırlanması ilkin olaraq nədən başlanılır? Deməli, burada biz B variantına baxsaq, obyektin modelə əks olunacaq xassəsə və əlamətlərin müəyyən edilməsi. Yəni, ixtiyari model hazırlanması ilkin olaraq, yəni obyektin modelə əks olunacaq xassəsə və əlamətlərin müəyyən olunur. Lazım olan cəhətlər. Yəni, bizim burada cavabımız B variantıdır. 10-cu sual. Kompüterdə modellərin hazırlanması əsas mərhələlərini düzgün ardıcıllıqla sıralayın. Burada biz bilirik ki, ilk olaraq kompüterdə modellərin hazırlama mərhələsinin birinci gəlir təsviri informasiya modelinin qurulmasıdır. İlk olaraq, sonra gəlir formallaşdırma modelinin qurulmasıdır. Sonra gəlir kompüter modelinin qurulmasıdır. 4. Kompüter eksperimentin aparılması, sonda isə alınmış nəticələrin təhlili və tədqiqat modelinin təkmilləşdirilməsi. Yəni, kompüterdə modelin qurulması 3, 5, 1, 4, 2 qaydası ilə gedir. Yəni, bizim cavabımız A variantıdır. 11-ci sual. Hansı sənəd özündə dövlətin idarə olunma informasiya modelini əks etdirir? Təbii ki, idarə olunma modeli Konstitusiya 1995 13 noyabrında qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası. Digər variantlara baxanda, yəni bu
mümkünsüzdür. 12. Biologiyada canlılar aləminin təsnifatını daha yaxın hansı model növünü etmək olar? Ağac. Yəni, qraf bir-birinə əlaqəlidir, yəni bu mümkün deyil. Yəni, biologiyada canlılar aləminin təsnifatını daha yaxın hansı model növünə aid etmək olar? Bəli, bu ağacdır. Yəni, burada qrafdan söhbət gedə bilməz, şəkildən söhbət gedə bilməz, cədvəl və riyazidən söhbət gedə bilməz. Keçək 13-cü suala. Kompüterdə imitasiya modelləşdirmə vasitəsilə nəyi öyrənə bilməz? Kompüterdə. İmitasiya modelləşdirmə mərhələsi görə nəyi öyrənə bilməz? Kompüterdə. Deməli, bu haqda mən imitasiya haqqında sizə deməli 13-cü sualda biz burada bilirik ki, D variantıdır. İmitasiya modeli sosial sistemlərdə baş verən miqrasiya proseslərini, texniki sistemlərdə istilik keçirmə proseslərini, havasız şəraitdə planet və kosmik gəmini, yəni imitasiya modeli təcrübə, məsələn, sınaq məqsəd daşıyan bir modeldir. Sinifdə şagirdin psixoloji ünsiyyətini xeyr, mümkün deyil. Cavabımız D variantı. 14. Çertyoj şəklində təqdim edilən yaşayış binasının informasiya modelinə nə əks olunmuşdur? Çertyojda hələ ünvana ehtiyac yoxdur. Qiymətə hələ bu çertyojda bina tikilməyib, əhalinin tərkibi bu uyğunsuzdur, möhkəmlidir, hələ çertyojdur. Yəni bünövrə tökülməyib falan ki, yəni bunlar olar. 15-dən modelləşdirmə nədir? Burada baxır ki, modelləşdirmə modelin hazırlanma prosesidir. Yəni A variantıdır bizim cavabımız. Daha sonra 16. Formal dillər vasitəsilə modelləşdirmə qurulması. Təbii ki, formal dildən qurulan formallaşdırmadır. 16-cı sualda. 17-ci sualda doğru mülahizəni müəyyən edin. Burada biz baxırıq ki, model obyektin sadələşdirilmiş bənzəridir. Bəli, biri budur. Model obyektin bütün xassələrini xeyr. Model obyektin bütün xassələrini yox. Lazım olan, bizə vacib olan hissələri əks etdirir. İkinci sual var. Cavabı 2 ola bilməz. Model müxtəlif formal dillər vasitəsilə təsvir oluna bilər. Bəli, ola bilər. Riyazi, notlarla və s. Qraf informasiya modelinə aiddir. Bəli, qraf informasiya modelinə aiddir. Cədvəl maddi xeyr. Cədvəl informasiya modelidir. Maddi model ola bilməz. 1, 3, 4. Cavabımız D variantıdır. 18. Maddi model nədir? Obyektin fiziki və həndəsi xassəsini özündə saxlayan modeldir. Bəli. 19-cu sualda. Uyğunluğu müəyyən edin. Təsviri model, informasiya modeli. Deməli, burada biz baxarıq ki, təsviri modelə rəssamın əsəri və yazılı mətn. 1-ə B ilə E, 2-yə formal model, üçbucağın sahə düsturları, bir də musiqi notları. Bəli. Dedik axı, formal model düsturdur, riyazi hesablamadır, notlardır. Bəli, formal modelə bunlar aiddir. Bizim cavabımız A variantıdır. 20-ci sual. Statik modellərə aid olan mülahizəni müəyyən edin. Biz bilirik ki, statik modellər zamana görə dəyişməyən modellərdir. Deməli, bunlara biz varianta burada baxdıq da, kimyəvi reaksiya zamanı ayrılan enerjinin mutasiyası. Bu dinamikdir, dəyişəndir. Ərazinin xəritəsi, bəli. Yəni, burada ərazinin xəritəsi, bəli. Rəssamın əsəri dəyişməyəndir. Təyyarənin hərəkəti dəyişəndir, yəni dinamikdir, statik ola bilməz. İnsanın planı dəyişmir. Yəni, insan planı qurursa, planına uyğun məqsədi şəkildə gedir də. Gün ərzində havanın temperaturunun dəyişməsi bu dinamikdir. Bizim variantımıza aid deyil. Deməli, bizim cavabımız burada baxırıq ki, 20-ci sualda 2, 3, 5. Bəli. Yəni, bizim cavabımız burada 20-də E variantı. 21-ci sualda deyir, doğru mülahizəni müəyyən edin. Modelin yaradılması, modelləşdirmə, bəli, doğrudur. Model yaradılan obyektin özünün orijinal portativ deyilir, bəli. Yəni, əgər bir obyektin modeli yaradılırsa, modeli yaradılan obyekt orijinal portativ deyilir. Modeli yaradılmış obyektin, bu da düzdür. Model yalnız keçmişdə olan hadisələri canlandırmaq üçün xeyr. Sizin cavabınız 1-2-3. 22-ci sualda. Uyğunluğu müəyyən edin. Statik dedik ki, zamana görə dəyişməyən, dinamiksə zamana görə dəyişən. Ya biz burada baxaq. 22-ci sualda. Biz burada kimyəvi reaksiya zamanı
deməli, ayrılan enerjinin dəyişməsi. Bu dinamikdir. Bu dinamik modeldir. Deməli, binanın çertyoju, bu statikdir. Yəni, binanın çertyoju dəyişə bilməz. Çertyoj bir dənə olur, orada zamana görə dəyişim ola bilməz axı. Təyyarənin hərəkəti və dinamikdir, daimi dəyişir. Heykəl. Heykəl. Burada deməli statikdir. Bakı Salyan yolda bu da statikdir. Yəni Bakı Bakı Saatlı yolunun sxemi bir sxemdir. Yəni orada dəyişən bir şey yoxdur ki. Bir dəfə çəkilir və dəyişilmir. Yəni burada 1-ə B ilə D, yəni statika deməli 22-ci sualda 1-ə B ilə D, yəni binanın çertyoju, bir də heykəl, qalan digərləri isə A ilə C nəyə aiddir? Bir də E variantı. Qalansa nədir bizim cavabımız? E variantı. Yəni 1-ə B, D, E, 2-ə A, C. Keçək biz burada 23-cü suala. 20-ci sualda tədris modeli, elmi-texniki model, imitasiya modeli. Deməli, burada tədris modelinə əyani vəsaitlər, təlim və tədris proqramını öyrənmək üçün yaradılan model 1-ə E. Elmi-texniki model, deməli, burada elmi-texniki modelə uyğun gəlir. Deməli, 2-də deməli, A variantıdır. Proses vasitəsilə öyrənmək üçün 3C imitasiya modeli, yəni reallığı təqlid edən bir qayda olaraq təcrübə dəfələrlə təkrarlanan model. Yəni A variantı. 24-cü sual, yenə oxşar sualdır. 24-cü sual, görək nədir? Burada baxırıq ki, elmi-texniki model, elektron avadanlıqlar, bu kimi şeylər sınaqdan keçirilməsi üçün istifadə olunan model. Bəli. 1-ə D, 2-ə oyun modeli və B variantına baxın. Hər bir işgüzar tipli model vasitəsilə müxtəlif vəziyyətlərdə obyektlərin davranışını məşq edən. Bəli, 2-ə B-dir. 3-cü sualda təcrübə modeli. Biz burada baxaq, obyekti öyrənmək, onun gələcək xüsusiyyətlərini proqnozlaşdırmaq üçün istifadə olunan model. Yəni təcrübə olunur, yoxlanılır və s. Bizim cavabımız burada E variantı. E variantıdır. 25-ci sual. 25-ci sualda deyir informasiya modeli və maddi modeli. Heç bir şey. Və baxaq. Bakı-Şuşa yolunun layihəsi. Təbii ki, bu kağız üzərindədir. Yəni burada maddi modeldən söhbət edir. Maddi modelə biz toxuna bilirik. Maddi model nəyinsə, hansısa portativin, yəni kiçildilmiş olmasıdır. A variantında bilirik ki, bu informasiya modelidir. Əjdahanın modeli, bəli, bu maddi modeldir, toxuna bilirik. Yer kürəsinin dünya üzrə xəritəsi bu informasiya modelidir. Sürücülər üçün təhlükəsizlik qaydaları, yenə bu informasiya modelidir. Robotsa, təbii ki, insanın maddi modelidir. Və biz burada baxırıq ki, bizim cavabımıza uyğun gələn B variantıdır. 26-cı sualda deyir ki, doğru mülahizəni müəyyən edin. Modelin başlıca xassəsi, bəli, onun adekvatlığıdır. Bunu diqqətlə yadda saxlamaq lazımdır. Cavabımızın biri 1-dir. Cədvəl modeli maddi modelə aiddir? Xeyr, cədvəl maddi modelə heç aid ola bilməz. Cədvəl informasiya modelinə aiddir. Bu cavabımız olmaz. Bir iyerarxik model informasiya modelinə aiddir. Bəli. Modelin başlıca xassəsi onun tamlığı. Xeyr. Modelin başlıca xassəsi yuxarıda göstərilir. Onun adekvatlığı, tamlığı ola bilməz. Model orijinalın bütün xassələrini xeyr. Orijinalın lazım olan hissələrini götürə bilər. Bizim cavabımız 1-lə 3. Sizə 27-ci sual. Qraf informasiya modelinin əsas elementi təpə ilə til. Yəni, belə bir nümunə çəkək. Mən bura, məsələn, yaza bilərəm A, B, C. Bu gördüyümüz təpələrdir qrafda. Təpələr də birləşdirən tillərdir. 28. İnformasiya modeli deyil. Bunun üzərində yazılar informasiya modelidir. Qatarların hərəkət sxemi informasiya modelidir. Parkda olan heykəllərin maddi modelidir. Görürük, toxuna bilirik və s. Bizim cavabımız C variantı.
zamandan asılı olaraq dəyişir. Pifaqor düsturu. Düstur zamandan asılı olaraq dəyişə bilməz. Düstur bir dəfə yazılıb. Yəni bu statikdir. Binanın maketi zamana görə dəyişə bilməz. İnsanın robotu mümkün deyil. Kompüterin yaradılma tarixi bir dəfə yaradılıb. Avtobusun hərəkəti bəli, zamana görə dəyişir. Müəyyən vaxt intervalında avtobuslar hərəkət edir. Zamandan asılı olaraq dəyişmir. İnsan həyatı dəyişir, bilirik. Yerin uzaqdan fırlanması dəyişir. Qaz ehtiyatlarının hasil edilməsi dəyişir. Günəşin çıxması da dəyişir. Amma ver teoremi bir dəfə yaradılıb və salam və ondan istifadə olunur. Bu göstərdiyimiz 4 dənə dinamik modeldir, sonunda isə statik, zamana görə dəyişməyən modeldir. Deyil, maddi modeldir. Kimyəvi element cədvəli informasiya modelidir. Məsələnin həll algoritmi informasiya modelidir. Canlıların bioloji sxemi bu da informasiya modelidir. Binanın sortiyajı bu da informasiya modelidir. Amma binanın maketi isə maddi modeldir. Formal informasiya modeli deyil. 32-ci sualda. Formal informasiya modeli deyəndə, bəli, riyazi düstur, musiqi notu, yol nişanları, proqramlaşdırma bunlar formal informasiya modelinə daxil, amma şifahi niyet daxil deyil. 33-cü sual. Bir maddi və informasiya modellərini müəyyənləşdirək. Deməli, maddi və informasiya modelini müəyyənləşdirək deyəndə, maddi modelə skelet, yəni insanın və D, evin maketidir. Digər qalanlar isə informasiya modelidir. Yəni, D variantı. Axırıncı, sonuncu sual. Bir uyğunluğu müəyyən edin. 34-də təsviri model, formal model. Biz burada təsviri modelə baxırıq ki, yaxta modelin daxili quruluşu və gəmidə göyərtələrin sayı. Biri A-nın C, formal modelə B, pianoda ifa edilən musiqi notları, not. Sonra verilmiş məsələ riyazi düsturu, bir də Python dilində yazılan kodla proqramlaşdırma var. Bizə bu burada vermişdir. Riyazi düstur, not, proqramlaşdırma. Həmin bunu yəni burada verir. Yəni bizim burada cavabımız A variantıdır.